Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Ramada Plazaya yaxın bir ərazidə, yəni Ramada Plaza sözünü ona görə deyirəm ki, bu əraziyə çox yaxın, tanınmış bir yer olduğuna görə çox yaxın da sözünü demək mümkün deyil, ancaq təxminən Ramada Plazadan bura binanın yanından bu həyət evinə qədər olan məsafə maksimum 400 metrdir. Bəlkə də bir balaca az çox ola bilər. Bax, pafaktur 10 sotdur, sənəddə al sotdur, sənədi çıxarışdır, asan xidmətdə alqı-satqıya gedən sənəddir, qiymətin 100.000 manatdır, qiymətində mütləq razılaşma olmalıdır. İndi isə mən sizə deməli bu həyət evinə aid olan daşınmaz əmlakları göstərirəm. Hal-hazırda siz deməli zalını görürsünüz. Bax, bu zalın uzunluğu 15, eni 5 metrdir. Otaqların ölçüsü isə 6'nın 4'ədir. Polu taxtadır. Yəni oradakı Sovet taxtasıdır. Burada isə bax belə bir materialdır, ancaq möhkəm materialdır. Otaqlardan birini göstərdim. Şahsevənlər, bax bu məhəllə deməli Şahsüyəndə, eyni zamanda Şahsevənlər kimi tanıdığımız bir ərazidə yerləşir. Burası isə ikinci otaqdır. Bax, otaqların eyni zamanda bu həyət evinin təmirini necə görürsünüz, bu cürdə var. İndi isə deməli navesin, bax qarşıda gördüyünüz navesin ölçüsü isə 24'ün 12'ədir. Bax, belə bir həyət evinin qiyməti yenidən təkrar edirəm. 100.000 manatdır qiymətində, mütləq razılaşma olmalıdır. Bura isə mətbəğidir. Mətbəğin ölçüsü 4'ün 3'ədir. Qarşıda hamamdır, kolonka sistemidir. Bakını görmürəm. Qarşıda bax, bakını görmək mümkündür. Dixa. İndi isə hamamını görürsünüz. Bax, hamamı bu təmirlidir, ancaq bir balaca səliqəsizdir. Bax, tam deməli bura hamamıdır. Bura isə isti sistemi gördüyünüz kimi 2 minutkadır. Bura razdevalkadır. İndi isə bağçasına çıxıram. Tixo. Deməli, navesin alt hissəsinin 24'ün 12'ədir. Bax, burada belə bir otaq var. Bu otağın ölçüsü 5'in 4'ədir. Tixo. Bax, qarşıda isə yenidən belə bir otaq var. Harasa 7'nin 3'ədir. Yenidən mən sizə navesin alt hissəsini göstərirəm. Bax, bura deməli navesin alt hissəsidir. Bağçasına keçirəm. Bağçasında çoxlu sayda ağac növlərini görmək mümkündür. Təxminən 20'dən çoxdur. Bax, bu gördüyünüz deməli bağça bu həyət evinə aiddir. Qarşıda deməli basenisi var. İki tərəfdən, yəni bax bu incirin arxasında barısı var, evin arxasıdır. İki tərəfdən setkası var. Yenidən bağça tərəfdən bu evin xarici görünüşünü göstərim. Navesin bax, belə bir həyət evinin qiyməti 100.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.